bildin? Puldur. Hə, ay kişi, niyə bilmirəm, başına dönüm, hə? Əlbəttə ki, konfet kağızı deyil. Hə, o qədər xərcə düşürsən, sən? Qələt eləyirlər, gözlərin çıxararam, sənin üzvə ağlanın. Hə, biraz səbir ol, ay kişi. Olmaz, qələt eləyirlər söhbəsi deyil bu. Bilirsən nətər, adam bir dəfə bu yolu gedəndə palçığa batırsa, ikinci dəfə o yolu getməz. Adamın ağlı olmalıdır. Mən getdim, gördüm bunu. Burada nə mən başqa şey fikirləşməliyim? Mən başa düşmürəm, səni? Ay Məhvət, başına dön. Sən onları cavanlığına bağışla da, qanmırlar. Biz yaşlıyıq da, biz gərək biz hər şeyi yoluna qoyaq. Biraz səbirli olaq, görərsən. Səbirli olaq, hər şey düzələcək. Solmaz, konkret deyirəm, o qızdan bizə gəlin olmayacaq. Elnurla da söhbət elə, başa sal onu. İndi bunlarda da Leyli Məzlum məhəbbəti zad deyil ki. Başa sal da onu. Biraz pis olacaq, sonra hər şey keçib gedəcək. Hə. Yox, keçməyə bəlkə keçərik, amma sən Allah ikisi, özümüz yoluna qoyacaq da. Vallahi biraz səbirli olsaq, hər şey yaxşı olacaq, görərsən. Hə, qanmır da. Hələ nə dediyini özü heç bilmirəm. Dediyi deyirsən, Allah. Yaxşı olacaq bu iş. Bu iş yaxşı olacaq. Nə yaxşı olacaq? Yaxşı oldu da gördüm. Gördüm mən orada nə yaxşı idi, nə pis idi. Mən boyda kişi, balaca bir uşağın qabağında alçaldırıram. Bu yaxşı olacaq, bunu deyirsən mənə, hə? Sağ olmuş. Elnur bala, o qızdan bizim ailəyə gəlin olmayacaq. Bunu bir dəfəmlik qulağında sırğa ilə saxla. Biz getdik, gördük nə var, nə yox. Xahiş eləyirəm, məni bu məsələlərə qatmayın. Mən bu işlərə heç vaxt qarışmamışam. Özünüz də bilirsiniz ki, düz danışmırsınız. Sən qarışmırsan. Sən çox gözəl bilirsən ki, sən nəyə qarışırsan, nəyə qarışmırsan. Az sən kimə ağıl verirsən, hə? Mən gicəm, görmürəm ki, bütün bunlar Əsmərin yox sənin sözlərindir. Əsmərin şəxsi həyatına axı mən niyə təsir eləyim? Bu mənim nəyimə lazımdır, Cənnət xala? Mən onun xoşbəxt olmağını istəyirəm, bəs salam. Sən çox gözəl bilirsən o sənin nəyibə lazımdır, bildin? İndi mənim burada ağzımı açdırma, Sevda. Sənlə də Əsmər, söhbətimiz hələ bitmədi. Sən mənim başımı o kişinin yanında yerə soxdun. Sən mənim qızımın ailəsinin yanında mənim başımı yerə soxdun. Yadımda saxla, mən sənə bunu elə belə keçməyəcəm. Bunun sizin qızınızın ailəsinə, qızınızın həyatına nə adiyyatı var? Bu mənim həyatımdır, Elnura aiddir, mənə aiddir. Siz niyə söhbəti başqa tərəfə yozursunuz? Bura bax Əsmər, sən mənə ağıl öyrətməyi, bildin? Mən öldüm, yerə girdim, yerə girdim o kişinin yanında, bildin? Bəs onda səni o evə alıb toyu eləmək istəyən kimdir, hə? Mənim qızımın ailəsi deyil, qızımın qaynatası deyil, hə? Nə oldu? Onda bəs niyə belə eləyirdin, hə? İstəmirdin, dilimi qoyaydın onların yanında qarnıva, gözləyeydin. Onlar gedəndən sonra oturub mənlə danışaydın, həll eləyəydin. Bu nə hörmətsizliyidir, hə? Əşi, nə fərqi var? İndi dedim, sonra dedim, əxar əvvəl deyəcəkdim də. Qoy elə məndən eşitsinlər, mənim ağzımdan, mənim dilimdən eşitsinlər də. Əsmər, sən çox həddi başdın ha. Sən nə danışdığını daha özün də bilmirsən. Sən bu günləri çox böyük hörmətsizlik elədin. Cənnət xala, mən sizin başınıza aşağı eləyəcək, sizin ailəvizə söz gətirəcək heç bir səhv eləməmişəm. Nə olub burada? Lahə. Hara gedib bu? Sən demədim ayağı məndən icazəsiz bayır atma. Ayaz, özünü bilməməzliyə qoyma. Səndən soruşuram, ilahə hanı? Neçə vaxt sizin gizlin danışmağınızı da bilirəm. Ayaz, Rasim ola bilər. Danışanda çox şey şişirdir. Amma onun danışdıqlarında həqiqət də var. Sən bu ilahədən nə istəyirsən? Niyə o hər şeyi gəlib səndən məsləhət edir? O qızdan bizə gəlin olmayacaq. Mən getdim öz gözümlə bunları gördüm, gəldim. Sənə deyirəm ki, o adam məni maraqlandırmır. Cəmaata boş-boş ümidlər verməyin. Görüş yerimiz burada, hə?